Salam, hər vaxtınız xeyir, dəyərli müəllimlər, əziz müdavimlər. Bugün mən sizə MMM Tədris Mərkəzinin tədris etdiyi ümumi sınaq imtahanının metodikadan olan sualların izahını təqdim edəcəm. Və gəlin baxaq ilk sualımıza. İlk sualımız inteqrasiya ilə bağlıdır və Azərbaycan dili fənni məzmununa aiddir bu inteqrasiya. Deyir ki, şagirdlər dərslikdə verilmiş mətni diqqətlə nəzərdən keçirdikdən sonra oradakı bəzi sözlərin sətirdən sətrə səhv keçirildiyini aşkar edirlər. Müəllim onlara həmin sözləri qaydalara uyğun şəkildə dəftərlərinə köçürməyi tapşırır. Bu zaman inteqrasiyanın hansı növü və ya növləri reallaşar? Müəllimlər, bu sualda doğru cavab təkcə fən daxili, yəni D variantıdır. Burada Azərbaycan dilinin iki məzmun xətti əlaqələnir. İndi bunu təbii ki, Azərbaycan dili fən müəllimləri, ibtidai sinif müəllimləri bilər. Yəni burada həm oxu məzmun xəttinin tələbi var, ikinci məzmun xətti, həm də ki, dil qaydaları məzmun xəttinin tələbi reallaşır. Ümumiyyətlə, fən daxili üfüqi inteqrasiyanın mahiyyəti ondan ibarətdir ki, fən daxilində olan məzmun xəttlərindən ən azı ikisinin orada bilik bacarığı bir-birindən əlaqələnməlidir. Yəni bunu oxuyan kimi də biz görürük ki, bəli, burada şagirdlər mətni diqqətlə nəzərdən keçirdikdə dedikdə, yəni oxu bacarıqları burada çox-çox önəmlidir və təbii ki, sözlərin sətirdən sətrə keçirilməsi isə bunun qrammatik əsası olaraq dil qaydalarına gedib çıxır və ona görə də burada üfüqi olaraq fən daxilində inteqrasiya başlayır. Fənlərarası niyə olmaz? Çünki bu tapşırığı icra etmək, yəni şagirdin bu tapşırığı yerinə yetirməsi hər hansı bir digər fəndən asılı deyil. Məsələn üçün, Azərbaycan dilinin ən çox inteqrasiya etdiyi fən ədəbiyyatdır və yaxud da ki, digər humanitar fənlər ola bilər. Amma burada ədəbiyyata aid hər hansı bir yanaşma yoxdur. Görürsünüz, yəni hər hansı bir əsər, hər hansı bir deyək ki, şeir parçası, hər hansı bir mətn yoxdur. Sadəcə, yəni, Azərbaycan dilinin özündə də kifayət qədər mətnlər var. Yəni bu ədəbi mətn deyil. Və bu şəkildə biz inteqrasiyanın təkcə fən daxilində olduğunu görə bilərik. Bir məqamı da mən xüsusilə qeyd edeyim, bu inteqrasiya məsələsi mövzusu biraz çətindir, tələbələrə çətin gəlir. Yəni bir dərsdə mütləq mən mövzunu tədris edərkən fənlərarası inteqrasiya etməliyəm deyilən bir şey də yoxdur. Yəni əgər fənlərarası inteqrasiya o vaxt olur ki, mən öz fənnim daxilində bunu uşağa tam öyrədə bilmirəm, başqa fəndən bir növ kömək istəyirəm. Amma burada indi fən müəllimləri bilir ki, təbii ki, bunu təkcə Azərbaycan dili fənni daxilində çözmək mümkündür. D variantı birinci sual və ya sizdə 41-ci sual. İkinci sual yenə də inteqrasiya ilə bağlıdır. Bu səfər biologiya fənnin məzmununa aiddir. Şagirdlər müəllimin nəzarəti altında məktəbyanı sahədəki gölməçədən su nümunələri götürərək oradakı mikroskopik canlıların müxtəlifliyini və suyun çirklənmə dərəcəsini təyin edirlər. Onlar əldə etdikləri məlumatlar əsasında gölməçənin sahəsini və suyun kimyəvi tərkibini analiz edərək suyun təmizlənməsi və ekosistemin bərpası üçün real fəaliyyət planı hazırlayırlar. Bu zaman inteqrasiyanın hansı növü reallaşar? 1, 2 və ya 3. Müəllimlər, çox qəşəng bir sualdır, unikal suallardan biridir bu, yazdığımız suallar arasında. Burada doğru cavab Y variantı olacaq. Hər 3 inteqrasiya gedir. Nadirən, yəni tapşırıqlarda və yaxud da ki, fənlərin məzmununda hər 3 inteqrasiyanı etmək mümkün olur. Əslində bu sual dediyim kimi unikaldır. Çünki belə bu tip suallar və ya bu tip dərslər məktəblərdə çox da olmur. Yəni bu sualın məzmununa baxsaq, hansı biologiya müəllimi bunu deyək ki, hər dəfə tətbiq edir? Nadirən tətbiq edir. Yəni burada həm fən daxilində inteqrasiya var, həm fənlərarası inteqrasiya var, həm də fən üstü inteqrasiya var. Fən daxili inteqrasiya nədir? Burada təbii ki, biz sualları yazanda bunu xüsusilə də araşdırıb yazırıq. Məsələn, bu sualı mən yazanda biologiya fənnin məzmunu olaraq biz bunu araşdırdıq və biologiyanın burada iki məzmun xəttinin tələbi reallaşır. Onlardan biri canlıların quruluşu və müxtəlifliyidir. Dördüncü də canlılar və ətraf mühitdir. Zaten ixtisası bioloji olmayanlar belə sualın şərtinə baxanda görür ki, burada canlıların quruluşu və müxtəlifliyindən də söhbət açır və canlılar və ətraf mühit məzmun xətti də var. Yəni biologiyanın, bunu biologiya müəllimləri daha yaxşı tutar, iki məzmun xəttinin tələbi reallaşır. Yəni burada biologiya fənni daxilində üfüqi inteqrasiya var. Yəni fən daxili isə düzəldir. Fənlər arası inteqrasiya. Burada riyaziyyat və kimyaya inteqrasiya var. Bəli, yəni təbii ki, biz sualı yazanda araşdırdığımız üçün bunun riyaziyyat və kimya ilə əlaqəli olduğu da üzə çıxır. Nədir burada riyazi məqamlar? Deyir ki,
burada həm də gölməçənin sahəsini və suyun kimyəvi tərkibini analiz edirlər. Riyazi əsas var burada təbii ki, suyun təmizlənməsi və ekosistemin bərpası üçün real fəaliyyət planı hazırlayırlar. Burada müəyyən qədər kiçik hesablamalar var. Xüsusilə də birinci cümlədə deyir ki, şagirdlər müəllimin nəzarəti altında məktəbyanı sahədəki gölməçəndə su nümunələri götürürlər. Mikroskopik canlıların müxtəlifliyini və suyun çirklənmə dərəcəsini təyin edirlər. Yəni burada təbii ki, sadə də riyazi həllər var. Amma ən çox bu kimya ilə əlaqəlidir. Çünki suyun kimyəvi tərkibi, ümumiyyətlə biologiyanın ən çox inteqrasiya etdiyi fən, yəni fənlərarası olaraq kimya fənnidir. Yəni suyun burada həm də kimyəvi analizindən söhbət gedir. Ya bilirsiniz, bunu mən təkcə biologiya fənni məzmun olaraq uşaqlara çatdıra bilmərəm. Burada asılıdır ki, mən digər bir fəndən, xüsusilə də kimyadan kömək alım, belə deyək də. Ona görə də fənlərarası olur. Bir də ki, müəllimin nəzarəti altındadır. Müəllimlər, bu müəllimin nəzarəti altındadırsa, biologiya müəllimi mütləqdir ki, burada kimya ilə əlaqələndirsin. Çünki uşaqlar burada bir kimyəvi analiz də aparırlar. İndi düşünə bilərsiniz ki, uşaq kimyəvi analiz apara bilərmi? Niyə apara bilmir? Bizim məktəblərdə belə hallar olmur deyə bizə qəribə gəlir. Görürsünüz, bu həm də çöl tədqiqatıdır əslində. Çöl tədqiqatı dərsidir bu. Və zaman alan, müəllimin nəzarəti altında baş tutan, müəllim burada uşaqlara müəyyən qədər istiqamət də verəcək, təbii ki, fənlərarası və fəndaxili olaraq. Görürsünüz, burada fənlərarası da gedir, fənüstü də gedir təbii ki, çünki real həyatı bir situasiyadır, uşaqlar real həyatda bir tədqiqat işi ortaya qoyurlar, real həyatda bir problem üzərində çalışırlar və onu həll eləmək üçün plan hazırlayırlar. Yəni, bu fənüstü inteqrasiya təbii ki, elə sualın məzmununda açıq-aşkar özünü göstərir. Yəni, şagirdlərin yürüdə biləcəyi, həll edə biləcəyi bir çərçivədədir bu. Təbii ki, şagirdlər daha böyük formalarda bu problemi həll edə bilməzlər. Bu ekoloji əgər bir gərginlikdirsə. Amma öz deyək ki, bilikləri və öz bacarıqları, öz imkanları daxilində problemə yanaşırlar. Kifayət qədər uğurlu bir, deyək ki, dərs alınır burada. Hər üç inteqrasiya gedir. Gəlir üçüncü sual, bu idrak taksonomiyasına aiddir. Təbii ki, idrak taksonomiyası ilə bilin, daha doğrusu təfəkkürün növü burada əlaqələnib. Deyir ki, xalqın azadlığı naminə canından keçən bir tarixi şəxsiyyətin fəaliyyətini, bəşəriyyətin ümumi humanizm prinsipləri kontekstində necə xarakterizə edərdiniz? Sizin yaşınıza, yanaşmanıza görə milli hədəflər ümumbəşəri mənəvi dəyərlərdən üstün tutula bilərmi? Bu tapşırığı idrak taksonomiyası və təfəkkür baxımından doğru uyğunlaşdırın və xüsusilə də, qoy biraz bunları mən böyüdüm, yaxşı görünsün. Aha, belə yaxşı göründü. Aha, deməli, bu tapşırığı deyir ki, həm idrak taksonomiyası, həm də təfəkkür növündən biz müvafiq olaraq, doğru olaraq uyğunlaşdırmalıyıq. Müəllimlər, üçüncü sualda doğru cavab dəyərləndirmə və abstrakt təfəkkürdür. Bilmirəm, buna yəqin ki, təhlil yazanlar da var. Adətən dəyərləndirmə təhlillə qarışdırılır. Nə üçün dəyərləndirmədir? Burada bir növ sizdən mövqe istəyir. Və siz burada şəxsi olaraq öz mövqeyinizi ortaya qoymalısınız və onu əsaslandırmalısınız, gücləndirməlisiniz. Gəlin baxaq bir də. Deyir ki, həm də burada iki yol qarşısında qoyur səni. Deyir, xalqın azadlığı naminə canından keçən bir tarixi şəxsiyyətin fəaliyyətini, bəşəriyyətin ümumi humanizm prinsipləri, yəni insanilik baxımından necə xarakterizə edərdiniz və səndən mövqe istəyir. Çünki bu birmənalı qarşılanan bir şey deyil də. Yəni hər kəsin burada fərqli mövqeləri, yanaşmaları ola bilər ki, yəni bir tarixi şəxsiyyətin özünü fəda etməsi, humanizm prinsipləri, yəni insanilik baxımından nə qədər doğrudur. Başa düşdünüz müəllimlər, görürsünüz? Yəni burada səni bir növ seçim qarşısında və öz seçimini müdafiə etmək, əsaslandırma qarşısında qoyur. Və deyir, sizin yanaşmanıza görə milli hədəflər ümumbəşəri mənəvi dəyərlərdən üstün tutula bilərmi? Yəni sən öz dövlətini, öz xalqını qorumaq üçün canından keçirsən, bu doğrudurmu? Debat mövzusudur bu müəllimlər. Həqiqətən də düzdür. Yəni bizim cəmiyyət xüsusilə də bizim kimi cəmiyyətlərdə bunu xüsusilə də buna haqq qazandıracaqlar təbii ki, və bu kifayət qədər həssas və dəyərli bir situasiyadır, belə deyək. Dəyərləndirməklə abstrakt, bu abstrakt bilirsiniz müəllimlər, abstrakt mücərrəd deməkdir. Yəni abstrakt təfəkkürü biz təbii ki, qruplarımıza keçmişik. Yəni abstrakt təfəkkürdə səni mücərrəd anlayışlarla üz-üzə qoyur. Məsələn, burada humanizm və yaxud da ki, insan həyatı, dəyər, yəni bunlar abstrakt mücərrəd olaraq
bir növ səndən mühakimələr tələb edir. Məsələn, praktik olmaz, çünki bu real olaraq bir sən iş orada icra eləmirsən. Bu suala sən cavab verərkən daha çox öz düşüncələri ilə, təxəyyülünlə bir növ mühakimə yürütməlisən. Təhlil olmaz. Bilirsiniz niyə təhlil olmaz? Çünki bu təhlili keçib artıq. Burada səndən mövqe, münasibət, rəy istəyir. Ona görə də biz bunu təhlil olaraq götürə bilmərik. Zaten dəyərləndirmə 5-ci səviyyədir. Ondan əvvəl təhlil var, yəni üst mərhələdə aşağı mərhələnin elementləri olur. Yəni, bunu bu şəkildə yadda saxlayın idrak taksonomiyasında. C variantıdır. Dördüncü sual təfəkkürün növü ilə bağlıdır. Təfəkkür haqqında deyilən fikirlərdən hansı biri yanlışdır? Bəli, yanlışdır. Nəzəri sualdır dördüncü sual. İnsanın məntiqi və tənqidi təfəkkür bacarıqları əsasında yaradıcı təfəkkür formalaşır. Bu doğrudur. Bu doğrudur. Yəni bir yaradıcı insanda həm məntiq olur, həm də tənqidi təfəkkür olur. Məsəl üçün biz bunu bir rəssamın üzərində nümunə çəkə bilərik. Rəssam yaradıcı insandır. Bir əsər yaradır, amma əsər yaradarkən ona məntiqi olaraq da yanaşır, tənqidi olaraq da yanaşır. Əgər bir rəssamın məntiqi, tənqidi təfəkkürü olmasa, o nəyisə yarada bilməz. Bəli. Bu doğrudur. Bizdən yanlışı istəyir müəllimlər. 4-cü sualda yanlış B variantı olacaq. 4-cü deyəndə sizdə 44-cü, burada 4-cü. Deyir ki, tənqidi təfəkkürlü insan anladığı informasiyanı, daha doğrusu aldığı informasiyanı anladığı kimi ötürür. Burada aldığı olmalıdır. Üzrlüsən, orada mexaniki səhv gedib. Tənqidi təfəkkürlü insan aldığı, yəni qəbul etdiyi informasiyanı anladığı kimi ötürür. Yəni burada yəqin ki, siz çaşacaqsınız, deyəcəksiniz ki, anladığı informasiyanı anladığı kimi ötürür. Əslində belə də olar. Əslində belə də olar. Yəni çevrədən mən müəyyən informasiya alıram. Mən onu necə anlayıramsa, elə də ötürürəm. Anladığım kimi də ötürürəm. Yəni bu artıq tənqidi təfəkkürün prinsiplərinə ziddir. İstər çevrədən aldığım informasiya olsun, təbii ki, aldığım informasiyanı necə anlayıramsa, elə də ötürürəmsə, bu doğru deyil. Çünki biz informasiyanı çevrədən görərək, eşidərək xüsusilə də alırıq hiss duyğu üzvləri ilə. Yəni bizim aldığımız informasiya yanlış da ola bilər. Mən onu yanlış anlamışamsa, yanlış da ötürəcəm və bu zaman mən informasiyanı emal etməyəcəm. Məsəl üçün bir mübahisənin şahidi olursunuz, siz orada bir tərəfin haqlı olduğunu düşünürsünüz. Əslində həmin tərəf haqlı deyil və siz bunu gedib digər tərəflərə də, məsəl üçün Murad haqlıdır kontekstində çatdırırsınız. Yəni burada demək istəyir ki, insan çevrədə gördüyü hər şeyə inanmamalıdır və gördüyü, eşitdiyi, şahidi olduğu bir situasiyada onu emal etməyə bacarmalıdır. Yəni tənqidi olaraq, ona obyektiv olaraq yanaşmağı bacarmalıdır. Amma əslində bu belə olmalıdır. Amma burada deyir ki, insan tənqidi təfəkkürlü insan anladığı informasiyanı anladığı kimi də ötürür. Yəni xeyr, tənqidi düşüncəli insan anladığı informasiyanı emal etmiş olur. Yəni bu informasiyanı təhlil edir, dəyərləndirir, nəyi demək olar, nəyi demək olmaz. Yəni bu bilirsiniz nə deməkdir? Tənqidi insan çevrədə nə görürsə, nə şahidi olursa, necə anlayırsa, elə də ötürür. Xeyr, elə ötürə bilməz. Ona emal eləməlidir. Əgər sən tənqidi təfəkkürlü insansansa, obyektiv yanaşmalısan. Amma burada daha çox subyektiv yanaşmadır. Ona görə B variantı yanlışdır müəllimlər. Digərləri doğru olacaq. Təbiətdəki hadisə və proseslərin səbəbini anlamaq sistemli düşüncə bacarığı hesabına baş tutur. Düzdür. Çünki səbəb-nəticə əlaqəsidir. Təbiətdə baş verən təbii hadisələrdir, proseslərdir. Məsəl üçün, fəsillərin yaranması bu bir səbəb-nəticə əlaqəsidir. Əlaqələndirməlisən, qanuna uyğunluq olaraq başa düşürsən. Bu doğrudur. Təbiət və cəmiyyətdəki qanuna uyğunluqlar deduktiv düşüncə bacarıqları hesabına dərk edilir. Düzdür. Yəni, təbiətdə baş verən və ya cəmiyyətdə baş verən qanuna uyğunluqlardır. Ümumiyyətlə, deduksiya qayda qanunlardan, yəni ümumi prinsiplərdən yola çıxmaqdır. Tutaq ki, belə deyək də, qış ayları gəlirsə, hava soyuyursa, mən bunu bir coğrafi və yaxud da ki, təbii qanuna uyğunluq olaraq bilirəm. Bu mənim üçün qeyri-adi deyil. Başa düşdünüz? Ona görə də bu həqiqətən də deduktiv bir mühakimə tələb edir. Qaydalardan yola çıxır, bu da doğrudur. Y-də nədir? Problemi həll etmə bacarığı həm tənqidi, həm də yaradıcı təfəkkür bacarıqları hesabına baş verir. Düzdür. Yəni biz problemləri həll edərkən mövcud həll yollarına bir obyektiv yanaşma ortaya qoya bilərik, tənqidi yanaşa bilərik və yaxud da ki, dəyərləndirmiş ola bilərik və həm də yeni həll yolları tapa bilərik. Yəni problemi həll etmədə tənqidi təfəkkür də bizə lazım olur, yaradıcı təfəkkür də. Düzdür. Burada yanlış olan B-dir. Bəli, B-dir o tənqidi təfəkkürlü insana aid olmur, amma burada aid edir.
Beşinci sual bilin növü ilə bağlıdır. Deyir ki, bilin növləri haqqında deyilən fikirlərdən hansı biri yanlışdır? Prosedural biliklərə sahib olmaq üçün deklarativ və konseptual biliklər şərtdir. Düzdür, müəllimlər, düzdür. Prosedural bilik işin icrasıdır. Məsəl üçün, tutaq ki, mən riyaziyyatda bir misal həll eləyirəmsə, bu prosedural bilikdir. Yəni, bu prosedural biliyə sahib olmaq üçün mən riyaziyyatda müəyyən qaydaları, yəni deklarativ biliyi bilməliyəm, həmçinin də konseptual dərk eləməliyəm. Məsəl üçün, uşaq var, riyaziyyatda düsturu bilir, qaydanı bilir, amma misalı həll eləyə bilmir. Yəni, prosesi yürüdə bilmir, çünki konseptual olaraq dərk eləmir. Konseptual bilik deklarativin üzərində formalaşır və deklarativ biliyin qavranılmasıdır, anlanılmasıdır. Və mən qaydanı bilməklə yanaşı, həm də anlamalıyam ki, onu prosesə cəlb edim, prosedural bilik. Bəli, bu doğrudur. Sonra bizdən yanlışı istəyir müəllimlər. B-də nə deyir? Ərizə yazmağı bilmək prosedural biliyin hesabına baş tutur, düzdür. Yəni ərizə necə yazılmalıdır? Burada bir alqoritm var. Ümumiyyətlə əməli yazının digər növləri də, həmçinin ərizə də prosedural bilikdir. Düzdür. Situasiyanı təhlil etməklə doğru olanı üzə çıxartmaq konseptual biliyin hesabına baş verir. Düzdür. Situasiya dedikdə bu bir mətn formasında da verilə bilər, real bir şəraitdə də ola bilər. Burada sən hər hansı bir proses keçmirsən, hadisənin şahidi olursan. Məsəl üçün, belə deyək də, sən bir mübahisəli situasiyada insanları müşahidə edirsən və onların dediyi, deyək ki, fikirləri, sözləri və nümayiş elətdirdiyi his, emosiyalar, hərəkətləri bir-birinə əlaqələndirərək bir növ burada təhlil etmiş olursan. Təhlillər prosedural da ola bilər, konseptual da ola bilər, metakognitiv də ola bilər. Baxın müəllimlər, mən hər dəfə tələbələrə ətraflı izah edirəm. Yoxsa ki, bəzən tələbələrə hardasa öyrədirlər ki, filan şeyi harda gördün, belə götür. Məsəl üçün, təhlil bilin 3 növü ilə gedə bilər. İndi bu baxır təhlilin, belə deyək də, situasiyada, yəni sualda mövqeyinə. Məsələn, burada proses keçmirsən, özünə yönəlik bir mühakimə də yoxdur. Çevrəyə yönəlikdir. Çevrədə baş verən bir situasiyanı təhlil edirsənsə, yəni aldığın informasiya, görüntü olaraq, hərəkət olaraq onu bir-birinə əlaqələndirirsən, bu da konseptual bilikdir, düzdür. D-də nə deyir? Yeni bacarıqlara yiyələnmək və ixtisası üzrə daima təkmilləşmə istəyi və zərurəti metakognitiv bilikdən irəli gəlir, düzdür. Tamamilə doğrudur. Aha. Çünki fərdin özü ilə bağlı mühakiməsidir, insanın özünü müşahidə eləməsi, özünü inkişaf elətdirməsi, özünə tənqidi yanaşması metakognitivdir, düzdür. Deməli, A, B, C, D düzdürsə, bizdən yanlışı istəyirsə, avtomatik Y variantı yanlış olacaq. Konseptual biliklərə sahib olmadan deklarativ informasiyaları əldə etmək olmur. Yox, müəllimlər, bu yanlışdır. Yəni, konseptual bilik deklarativin üzərində formalaşır. Belə baxanda birinci deklarativ gəlir. Yəni, burada deyir ki, sən qaydanı anlamadan onu öyrənə bilməzsən. Niyə? Mən bəzən qaydanı əzbərləyirəm, anlamadan onu öyrənə bilirəm. Yəni, qayda əzbərlənəsi bir şeydir də. Yəni, burada deklarativ biliyə sahib olmaq üçün deyir, konseptual biliklərə sən sahib olmasan birinci. Əksinə, yəni, biliyin növlərində sadədən mürəkkəbə doğru belə gedir. Deklarativ, konseptual, prosedural, metakognitiv. Yəni, burada ən təməl bilik, fundamental bilik deklarativ bilikdir. Mən birinci uşağa qaydanı öyrədirəm, sonra o qayda əsasında nəyisə anlamasını öyrədirəm, yəni konseptuallığı öyrədirəm. Amma burada deyir ki, konseptuala sahib deyilsən, deklarativə sahib ola bilməzsən. Absurddur, yanlışdır, Y variantıdır. 6-cı sual, proqrama yeni əlavə edilmiş mövzularla Norman Webb'in yanaşması, dərin bilik səviyyələri də var. İdrak taksonomiyasına yaxın bir mövzudur. Paraleloqram və rombun daxili xüsusiyyətlərini müqayisə edin və nə üçün hər bir rombun həm də bir paraleloqram olduğunu, lakin hər paraleloqramın romb olmadığını əsaslandırın. Belə bir sualdır, müəllimlər. Burada hər hansı bir riyazi həldən söhbət getmir əslində, riyaziyyat müəllimləri bilər. Bu sadəcə anlamaqdır. İndi burada sizi çaşdıra biləcək, yəqin indi bu suala səhv cavab yazıb, təhlil götürüb məni dinləyənlər var. Müəllimlər, bir şey bilin ki, ümumiyyətlə metodikada, xüsusilə də kurikulumda mütləq deyilən bir şey demək olar ki, yoxdur, nadirən olur. Yəni, nə demək istəyirəm? Yenə deyirəm, bəzən tələbələrə yanlış öyrədirlər ki, məsəl üçün, əsaslandırmanı harada gördünsə təhlil götür. Əsaslandırmanı və ya harada gördünsə dəyərləndirmə götür. Bu absurddur, həqiqətən absurddur. Bu tələbəni kör eləməkdir. O sualın kontekstindən asılıdır. Gedib bunu araşdıra da bilərsiniz, müəllimlər. Gedin bunu kitablardan araşdırın, yəni elmi kitablardan, internetdən araşdırın. Yəni, durub hər hansı bir müəllif kitabına baxıb, deyək ki, mühakimə yürütməyin.
Məsələnin mahiyyəti nədən ibarətdir? Əsaslandırma kontekstdən asılıdır. Əsaslandırma anlamaq da ola bilər, təhlil də ola bilər, dəyərləndirmə də ola bilər. Məsələn, bu sualda əsaslandırmaq anlamaqdır. Bilirsiniz niyə? Çünki burada sən hazır bilinən bir şey üzərindən, bir qayda, bir fikir üzərindən, riyazi qanuna uyğunluq üzərindən mühakimə yürüdürsən və onu əsaslandırırsan ki, deyir ki, paralelloqram və rombun daxili xüsusiyyətlərini, bax görürsüz əzbər bir şeylərdir, xüsusiyyətlərini müqayisə edin. Yəni bu bir növ isimlə sifəti müqayisə etmək kimi olsun. Deyək ki, Azərbaycan dilinə analogiya elədik. Və nə üçün? Bax görürsüz səbəb istəyir. Nə üçün hər bir rombun həm də bir paralelloqram olduğunu, lakin hər bir paralelloqramın isə romb olmadığını əsaslandırın. Yəni bu riyazi qaydalar, riyazi qanuna uyğunluqlar üzərindən əsaslandırmadır. Burada sən nə təhlil edirsən, nə mövqe ortaya qoyursan, bu bilirsiniz nəyə oxşuyur. Məsəl üçün tutaq ki, isim cümlədə xəbər olur. Bunu əsaslandır. Amma bu Azərbaycan dili qaydalarına əsasən ismin cümlədə xəbər olduğunu əsaslandıra bilərəm də bir nümunə ilə, bir nə bilim Azərbaycan dilinin qayda normalarına uyğun olaraq. Bütün fənlərdə ola bilər. Yadınızda saxlayın. Hazır qayda üzrə, səbəb-nəticə əlaqəsi üzrə əsaslandırırsansa bu anlamaqdır. Və təbii ki, dərin bilik səviyyələrində də bu ikinci səviyyə olacaq. Anlamaq daha çox DBC 2-yə uyğun gəlir. Çünki birinci səviyyə qaydaları özündə etifa edir. Üçüncü səviyyə isə mürəkkəb strateji təhlilləri xüsusilə də. Ona görə də B variantı bu sualda doğru olacaq. Böyük bir sual gəlir. Aləmi vurmuşuq burada yaxşı mənada bir-birinə. Yəni çətin bir sual tipi yaratmışıq. Burada həm idrak var, həm bilik var, həm də təfəkkür var. Siz böyük bir megapolisin, yəni megapolis dedikdə nəhəng bir şəhərdən söhbət gedir, şəhərlərin birləşməsindən. Ağıllı nəqliyyat və ekologiya idarə etmə mərkəzi üçün proqram təminatı arxitektorusunuz. Aha. Şəhərdə 3 əsas komponent var. Ağıllı işıqforlar, elektrikli ictimai nəqliyyat, yəni avtobuslar və hava çirklənməsini ölçən sensorlar. Hazır bir standart proqramlaşdırma şablonundan istifadə etmədən bu 3 komponentin bir-biri ilə real vaxt rejimində necə qarşılıqlı əlaqədə olacağını, məlumat mübadiləsini və böhran anında özünü necə tənzimləyəcəyini göstərən orijinal bir proqram mühiti memarlığı deyək ki, hazırlayın. Proqram mühiti memarlığı hazırlayın. Yəni bu sizdən arxitektur olaraq şəhərin infrastrukturu ilə bağlı bir orijinal, yəni bənzərsiz bir proqram təminatı hazırlamağı istəyir. İnformatika fənninin məzmununa aiddir bu sual. Müəllimlər, biz buna baxan kimi kifayət qədər burada ipucu var əslində, bunu yaratmaq olduğu ilə bağlı. Amma yaratmaq, hissəni tapmaq rahat olduğu üçün mən 3 dənə yaratmaq vermişəm ki, cavablarda. Tələbələr biraz çətinlik çəksin. Bu, deyək ki, prosedural olacaq və sistemli olacaq. Y variantı məhz 7-ci sualın və ya sizdə 47-ci sualın doğru cavabı olacaq. Nə üçün Y variantıdır? Çünki yaratmağı tapdıq, məlum məsələdir. Orijinal bir proqram mühiti və ya memarlıq, deyək ki, layihəsi hazırlayacaq, belə deyək. Bu proseduraldır, çünki sən bu layihəni hazırlayanda bunun üzərində iş görürsən və xüsusilə də orada deyir ki, özünü necə tənzimləyəcəyini göstərən bir proqram mühiti qurmalısan, hazırlamalısan. Yəni, bu layihə təkcə insan beynində əlaqəlilərək, yəni konseptual olaraq reallaşmır. Sən bunu icra eləməlisən. Sən bunun necə hazırlandığını bilməlisən. Sən bunun necə işləyəcəyini, hansı algoritm üzrə, hansı ardıcıllıq üzrə işləyəcəyini bilməlisən və bu bildiyi də nümayiş elətdirməlisən. Yəni, ortaya bir məhsul qoymalısan. Yəni, sözün əsl mənasında fiziki olaraq iş var burada. Və bu fiziki işdə mürəkkəb bir iş olduğu üçün səndən prosesi nümayiş elətdirməyi tələb edir. Mən durub elə ağlımda bunu fikirləşə bilmərəm. Mən bunu bir ortaya qoymalıyam, necə deyərlər. Və təbii ki, sistemlik var burada. Çünki fikir versəz, bunların üçü də bir-birindən real vaxtda qarşılıqlı əlaqədə olmalıdır. Görürsünüz, burada ardıcıllıq yoxdur. Yəni, burada deyək ki, birinci ağıllı işıqforlar olsun, sonra nə bilim, elektrikli ictimai nəqliyyat olsun, sonra deyək ki, havanı çirkləndirən sensorlar düzəldilsin. Xeyr, bunlar üçü də eyni anda bir-birinə əlaqəli olmalıdır. Çünki, belə deyək də, bu istər-istəməz siz fikir versəz, ağıllı nəqliyyat və ekologiya idarə etmə mərkəzi üçün proqram təminatı arxitektorusunuz. Yəni, bunlar hamısı bir-birinə əlaqəli şəkildə hazırlanmalıdır. Ardıcıllığa ehtiyac yoxdur. Mən sizi çaşdırmaq üçün burada fikir verin, D ilə Y variantında
yaratmaqla prosedural eyni gəlir. Amma sistemlik var. Üçünün də bir-birinə əlaqəliyi var. Hardaydı o cümlə? Deyir ki, hazır bir standart proqramlaşdırma şablonundan istifadə etmədən, yəni fərqli bir şey olmalıdır, standart olmamalıdır. Buradan da görürük yaradıcıdır. Bu üç komponentin bir-biri ilə real vaxt rejimində. Yəni üçü də bir-birindən əlaqəli şəkildə olmalıdır. Amma ardıcıllıqda üçü də bir-biri ilə eyni vaxtda olmur axı. Biri olur, sonra o biri olur. Görürsüz? Doğru cavab sistemli olacaq. Yəni Y variantı. Yaratmaq, prosedural, bir də sistemli. Aha, bu Carl Rogers'in şəxsiyyət yönümlü yanaşma nəzəriyyəsi baxımından bizdən bir uyğunluq istəyir. Yeni əlavə edilmiş nəzəriyyələrdən biridir. Çətin nəzəriyyə deyil əslində. Orada 3 əsas davranış var. Şərtsiz müsbət münasibət, empatiya və kongruentlik. Və məhz 48-ci sual onun üzərindədir. Deyir ki, yeni mövzunu anlamaqda çətinlik çəkən şagirdə müəllimin bu mövzunun sənə çox qarışıq və çətin gəldiyinin fərqindəyəm. Gəl birlikdə baxaq yanaşması. Yəni burada müəllim belə bir yanaşma ortaya qoyursa, bu üç davranışdan hansı birinə aid olar? Şərtsiz müsbət münasibət, empatiya yoxsa kongruentlik? Biz burada görürük ki, müəllim şagirdi bir növ anlamış olur. Yəni onun baxışından hadisələrə yanaşmış olur. Yəni hər hansı bir mövzunu anlamaqda çətinlik çəkən şagirdə müəllimin bu cür həssas davranışı həm də şagirdə empatiya qurduğunu. Bax deyir, mən mövzunun sənə qarışıq və çətin gəldiyinin fərqindəyəm. Bu sosial fərqindəlikdir. Sosial fərqindəlik də empatiyadır. Sosial fərqindəlik bir insanın yaşadıklarını və ya düşündüklərini onun gözü ilə anlaya bilməkdir, görə bilməkdir. Görürsüz? Yəni sən bir insanın bir işdə çətinlik çəkdiyini fərq edirsən, bir növ ürəyin yanır, ona dəstək olmağa çalışırsan. İndi burada təbii ki, ürək yanmaq məsələsi deyil, necə deyirlər, amma yenə empatiyadır, düzdür, empatiya. Sonra 2-də deyir ki, bir insanın özünü güclü göstərməyə çalışmaq əvəzinə qarşı tərəfə hazırda bu mövzuda özümü çox qorxmuş və qərarsız hiss edirəm deyərək daxili reallığını olduğu kimi ifadə etməsi, bu da kongruentlikdir. Ümumiyyətlə, Carl Rogers'in şəxsiyyət yönümlü yanaşma nəzəriyyəsi rahat bir nəzəriyyədir. Və ikinciyə baxsaz, burada adam dürüsttür. Kongruentlik dürüstlükdür. Yəni, hadisələri olduğu kimi təqdim etməkdir. Süni olmadan, səmimi olaraq reaksiyadır. Kongruent olmaq. Və görürsünüz, bu adam burada özünü güclü göstərmək əvəzinə etiraf edir ki, hazırda bu mövzuda özümü çox qorxmuş və qərarsız hiss edirəm. Yəni, mig verim, yoxsa verməyim. Görürsünüz, məsələn, bu mövzuda. Bəli, bu kongruentlikdir. Üçüncü də kongruentlik olacaq. Müəllimlər deyir, yorğun və tükənmiş bir insanın kimisə incitməmək xatirinə hər şey yolundadır demək əvəzinə bugün həqiqətən də çox yorğunam. Bir dəqiqə. Bugün həqiqətən də çox yorğunam və dincəlməyə ehtiyacım var deyərək real davranması, real yəni dürüst davranması, kongruent bir davranışdır bu. Yenə də kongruentlikdir. Mən düşünmürəm ki, burada səhv edəsiniz, amma yenə də indi ola bilər ki, bu mövzunu tam anlamamış tələbələr, müəllimlər ola bilər. Bir empatiyadır, 2 dənə də kongruentlik gəldi. Hansı variantdır? A variantı. Planlaşdırma haqqında deyilən fikirlərdən hansı biri doğrudur? 9-cu sualda deyir ki, dərsin qiymətləndirmə metodu və vasitələri, həmçinin meyarları fənnin sinif üzrə təlim nəticələri əsasında hazırlanır. Gəlin bir də oxuyaq. Dərsin qiymətləndirmə metodu və vasitələri fənnin, həmçinin meyarları fənnin sinif üzrə təlim nəticələri əsasında hazırlanır. Yox, müəllimlər. Dərsin təlim nəticələri əsasında hazırlanır. Yəni, əgər mən dərsin metodunu deyirəmsə, dərsin qiymətləndirməsini deyirəmsə, bunu fənnin sinif üzrə təlim nəticəsi əsasında hazırlaya bilmərəm. Çünki fənnin sinif üzrə təlim nəticəsi genişdir, birillikdir. Baxın, fənnin sinif üzrə deyir. Tutaq ki, riyaziyyatın 8-ci sinif üzrə təlim nəticəsi. Bu birillik yükdür. Amma dərs birillik yük deyil axı. Dərs bir günlük yükdür. Yəni, təlim nəticələri müxtəlif mürəkkəblikdə və yaxud da ki, müddətdə reallaşır. Məsəl üçün, dərsin təlim nəticəsi 1:45 dəqiqə reallaşır. Amma fənnin sinif üzrə təlim nəticəsi 1 ilə reallaşır axı. Yəni, 1 il ərzində tutaq ki, riyaziyyatda sən 10-cu sinifdə uşaqlara nə öyrədəcəksən tutaq ki. Fərqləmir, 10 da ola bilər, 11 də ola bilər, digər siniflər də ola bilər, digər fənlər də ola bilər. Yəni, mən bir dərsin qiymətləndirməsini və ya öyrətmə metodlarını hazırlayıramsa, niyə bunu 1 illik yük əsasında edim axı? Fənnin sinif üzrə təlim nəticəsi illik təlim nəticəsidir. Mən bunu gündəlik təlim nəticəsi olan dərsin, yəni bilik bacarığı üzərində quraram da. Bu suallar həqiqətən biraz çətindir. Yəni, xüsusilə 9-cu sual planlaşdırma mövzusunda.
Müəllimlər, deməli A yanlışdır. Bizdən doğrunu istəyirdi də. A yanlışdır. Belə deyir ki, məzmunu, yəni mövzunu çatdırmaq üçün hazırlanmış təlim fəaliyyətləri həm də dərsin son məqsədi hesab olunur. Yox, bu da yanlışdır. Yəni mən mövzunu uşaqlara keçmək üçün bir resurs gətirirəm və yaxud da forma seçirəm, üsul seçirəm. Deyir ki, bu dərsin son məqsədidir. Məsələn, Azərbaycanın dağ və düzən torpaqlarını müqayisə edir. Bu mənim bugünkü dərsimin mövzusudur, məqsədidir. Mən indi bu mövzunu uşağa çatdırmaq üçün tutaq ki, müqayisədir deyə Venn diaqramından istifadə edirəm. Deyir, Venn diaqramı həm də dərsin son məqsədi hesab edilir. Niyə Venn diaqramı dərsin son məqsədi olsun? Venn diaqramı dərsin məqsədinə çatmaq üçün bir üsuldur. Və yaxud bu dərsi mən qruplarla iş forması ilə keçirəm. Deyir ki, qruplarla iş forması dərsin son məqsədi hesab edilir. Xeyr, dərsin son məqsədinə çatmaq üçün bir formadır. Məqsədi hesab edilmir. Görürsünüz müəllimlər? Çox qəşəng suallar deyil bunlar. Çətindir, amma öyrədicidir. B də yanlışdır. C-də nədir? Dərsin təlim nəticələrinə şagirdlərin hansı səviyyədə çatdığını müəllim öyrətmə fəaliyyətlərinə görə müəyyən edir. Xeyr. Dərsin təlim nəticəsi dedikdə dərsin bilik bacarıqlarından söhbət gedir. Şagird buna hansı səviyyədə çatıb, müəllim bunu öyrətmə fəaliyyəti ilə müəyyən edə bilməz. Müəllimlər, öyrətmə fəaliyyəti bilirsiniz nədir? Dərsdə istifadə edəcəyim üsuldur, vasitədir, resursdur, formadır. Mən buna görə müəyyən etmirəm. Qiymətləndirməyə görə müəyyən edirəm. Ümumiyyətlə, dərsin 3 dənə struktur hissəsi var. Təlim nəticəsi, öyrənmə fəaliyyəti və ya təlim strategiyası da adlanır, bir də qiymətləndirmə. Qiymətləndirməyə görə müəyyən edirəm də təlim nəticəsi nə qədər reallaşıb. Amma burada deyir öyrətmə fəaliyyətinə görə. Öyrətmə fəaliyyətinə görə uşağı öyrədirəm mən, qiymətləndirmirəm. Bu da yanlışdır. Bizdən doğrunu istəyir. A, B, C yanlışdır. Doğru cavab D olacaq müəllimlər. 1.6 standart bir neçə dərsin planlaşdırılmasında rol oynaya bilər. Düzdür müəllimlər, düzdür. Çünki 6 standart geniş anlayışdır. Onu bir dərsdə tam reallaşdırmaq olmur. Tutaq ki, riyaziyyatda belə bir 6 standart var. 3.1.1. Dördbucaqlının tərəfləri arasında münasibətləri bilir və həndəsi təsvir edir. Riyaziyyat müəllimləri və ya riyaziyyat oxuyanlar, siz bilirsiniz ki, bu 6 standart, yəni dördbucaqlının tərəfləri arasında münasibətləri bilir və həndəsi təsvir edir 6 standartını bir dərsdə reallaşdıra bilmərəm. Nə qədər dördbucaqlı var? Onları hamısını bir dərsdə mən reallaşdıra bilmərəm axı, yəni uşağa çatdıra bilmərəm, öyrədə bilmərəm. Bir neçə dərsdə, düzdür. Məsələn, D variantı doğrudur, bizdən də doğrunu istəyirdi. D variantı. Y-də nədir? Dərsin gündəlik planlaşdırılmasında fənnin sinif üzrə təlim nəticələri də qeyd edilir. Yox, icmalda sinif üzrə təlim nəticələri qeyd edilmir. Müəllimlər, bayaqları A variantını izah edəndə dedim, sinif üzrə təlim nəticələri illikdir. Onun bir dərsin planında nə işi var illik yükün? Bir dərsin planında gündəlik yük olar, yəni gündəlik təlim nəticəsi. Burada D variantıdır. 10-cu suala baxaq, bir situasiyadır. Bu, Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsinə bağlı bir dilemmadır. Deyir ki, Elnur universitetdə təqaüdünü itirməmək üçün mütləq son imtahandan yüksək qiymət almalıdır. Əks halda təhsil haqqını ödəyə bilməyəcək. İmtahan zamanı müəllim otaqdan çıxır və Elnurun önündə oturan tələbənin vərəqindəki bütün düzgün cavablar aydın şəkildə görünür. Səni dilemma qarşısında qoyur. Elnur köçürüb təqaüdünü qorumalıdır, yoxsa öz biliyi ilə kəsilib universiteti tərk etmək riskini gözə almalıdır. Bunun sərdə mənəvi olaraq səni bir test edir burada, dilemmadır, səni iki yol ayrıcında qoyur. İndi burada bir yanaşma var. Elnur deyir köçürməməlidir. Çünki imtahanın ortasında otaqdan çıxacaq qədər tələbələrə güvənən o mülayim müəllimin etibarını sarsıtmaq və onun saf niyyətindən istifadə edən nankor tələbə olmaq Elnura pis təsir edər. Burada müəllimlər, Kohlberg deyir ki, insanın bir hərəkəti etməsindənsə onu hansı niyyətlə etməsi çox vacibdir. İndi niyyət önəmlidir. İnsanlarda təbii ki, niyyətə fikir vermək lazımdır əsas. Burada qəbul olunmanın elementini biz görürük. Y variantı nə üçün qəbul olunmadı? Çünki çevrəyə yönəlib mühakimə yürüdür. Yəni, müəllimin gözündə, o saf insanın gözündə nankorluq etmiş olaram və bu mənə pis təsir edər. Yəni, qəbul olma, iyi çocuq olma eyləmi də adlanır türklərdə. Mən bunu araşdıranda xüsusilə də türk mənbələrində Kohlberg nəzəriyyəsi çoxdandır var. 2000-lərin əvvəllərindən deyək ki, o öyrədilir və ya imtahanlarda salınır, pedaqoji psixoloji imtahanlarda. Müəllimlər, bu iyi çocuq olma eyləmi və ya qəbul olunmadır. Çevrəyə yönəlib mühakimə yürüdür. Yəni, pis insan olmamaq üçün bunu etmirəm mən. Yəni, mənim haqqımda negativ düşünərlər və yaxud da ki, mən müəllimin etibarını itirmiş olaram. Yəni, burada ədalətli, vicdanlı, qayda-qanun baxımından yanaşmır. Sırf çevrə nə deyər, müəllim nə düşünər, nankor tələbə kimi görünərəm. Görürsünüz, qəbul olunma Y variantı. Refleksiya dərk etməni yoxlayan bir mərhələdir dərsdə. Refleksiya mərhələsi haqqında deyilən fikirlərdən hansı biri yanlışdır? Məhz 11-ci sualda müəllimlər.
Burada B variantı yanlış olacaq. Deyir, müəllimə şagirdlərin davranışını düzəltməyə və onları nəzarətdə saxlamağa kömək edir, imkan verir. Xeyr, müəllimlər. Refleksiya dərk etməni yoxlamaq üçündür. Dərk etmə də fənnin məzmunu ilə bağlı olan bir şeydir. Yəni təlimlə bağlı olan bir şeydir. Yəni təbii ki, müəllim şagirdin davranışını da nəzarətdə saxlamalıdır və idarə etməlidir. Amma bunu refleksiyaya görə etmir, müəllimlər. Refleksiya sırf təlim məqsədləri üçündür. Ona görə burada yanlış olan məhz B variantıdır ki, orada deyir ki, müəllim refleksiya ilə şagirdin davranışını nəzarətdə saxlayır, nə bilim düzəldir. Onun üçün müəllimin sinif qaydaları var, sinifin idarə etmə deyək ki, metodları var. Digərləri doğru olacaq. Öyrənilmiş məzmunun yaddaşda möhkəmlənməsinə imkan verir. Çünki davamlı olaraq dərk etməni yoxlayırsansa möhkəmlənir, düzdür. Şagirdin dərk etməsini yoxlayır, elə indi dedik, düzdür. Müəllimə öz işinin keyfiyyəti haqqında dəyərləndirmə aparmağa imkan verir, düzdür. Yəni mən uşaqlarla refleksiyanı təşkil etməklə onların mövzunu hansı səviyyədə başa düşdüyünü bilirəm və məsəl üçün tutaq ki, mən şəxsən öz təcrübəmdən görürəm ki, tələbələr inteqrasiya mövzusunda, idrak taksonomiyası və müəllim-şagird münasibətlərində çətinlik çəkirlər. Və bu mənim öz işimin keyfiyyəti haqqında bir dəyərləndirmə aparıb yeni, belə deyək də, dəyişikliklər etmək, yeni planlar qurmaq, yeni suallar yazmaq, daha çox işləmək deyək ki, öhdəlik yaradır. Yəni mən öyrətdiyim şəxsi və o şəxsin deyək ki, dərk etməsinə nəzərən öz işimin keyfiyyəti haqqında mühakimə yürüdə bilirəm, düzdür. Öyrənmə prosesinə yenidən nəzər salmağa da imkan verir, bu da düzdür. Yəni xüsusilə də şagirdlər özünü refleksiya edirlər və ya mövzunu yaxşı başa düşmədiyi halda mən bu kitabı yenidən oxumalıyam, bu mövzunu yenidən təkrar etməliyəm, bu mövzu üzərində qeydlər aparmalıyam kimi mühakimələr yürüdürlər, yəni yenidən qayıdırlar. Dedi ki, B variantı yanlışdır. 12-ci sual iş üsullarla bağlıdır. MİQ-in də sertifikasiyanın da əsas mövzularından biridir iş üsulları və tələbələrə nisbətən çətin gəlir. İndi burada məhz 12-ci sualda və ya sizdə 52-ci sualda deyir, ümumiləşdirmə fikirlərin qısa ifadə olunması və ilkin səviyyənin təyini. 4 dənə əlamət verir və bizə nə deyir? Hansı iş üsulunun xüsusiyyəti yoxdur, deyir müəllimlər. Hansı iş üsulunun xüsusiyyəti yoxdur? Bu tip suallar son illərdə MİQ-də düşüb. Yəni son 2-3 il ərzində MİQ-də iştirak edən tələbələr bunu təsdiqləyər ki, bəli, bu tip suallar düşür. Yəni 4 dənə əlamət verib, amma 5 dənə üsul təbii ki, variantlarda var. Hər əlamət bir iş üsuluna aiddir. Bəzən tələbə tuta bilmir bu sual tipin. Müəllimlər, burada deyir ki, hansı iş üsulunun əlaməti yoxdur? A variantı olacaq, 3-2-1-in əlaməti yoxdur. İndi biz əlamətləri bir növ təsnif edəcəyik. Deyir ki, ümumiləşdirmə fikirlərin qısa ifadə olunması və ilkin səviyyənin təyini. Bu klasterdir. Yəni klasterdə ümumiləşdirmələr var və lakanik ifadə. Baxın, fikirlərin qısa ifadə olunması, lakanik söhbəti klasterdə də vardı, Sinkveyndə də vardı. Və ilkin səviyyə, yəni diaqnostikdə istifadə edilir. Düzdür. Hər hansı bir söz əsasında mətnin təhlili. Bu da Freire modelidir. Mətn üzərində təhlillər Freire modelində, bir də ziqzaqda xüsusilə var. İndi burada Freire modeli var. Freire modelində xüsusiyyəti var. O da çıxdı. Bizdə deyir, hansı iş üsulunun əlaməti yoxdur. Sonra, şagirdlərin düşünmə fəaliyyətini qrup şəklində aktivləşdirir və stimullaşdırır. Bu da sinektikadır. Qruplarla problem həll etmə. Sinektikadır. Bax, görürsünüz müəllimlər. Yəni, iş üsulları biraz əzbərlənəsi mövzudur. Kitab cümlələri əsasında olur adətən. Sinektikada çıxdı. Deməli, klaster Freire modeli sinektika çıxdı. Axırıncı əlamətdə deyir ki, prosesin əvvəlində problemlə bağlı informasiyaların toplanması və yaradıcı təfəkkürün inkişafı. Bu da məşhur suallar texnikası olan 4N1KH-dır. İşə başlamamışdan öncə prosesin əvvəlində informasiya toplayırsan. Yəni, suallar olaraq verərək yeni məlumatlar toplayırsan. 4N də çıxdı. Amma 3-2-1-in əlaməti yoxdur. 3-2-1-in əlaməti nə olardı? Yəni, dərk etməni yoxlayır, refleksiya etmək üçün uğurludur. Belə bir fikir burada yoxdur. Əvvəlki biliklərin qiymətləndirməsi baxımından uğurludur. Amma belə bir xüsusiyyət yoxdur. 3-2-1-in xüsusiyyəti yoxdur bənim. Davam edək. A variantı idi. 53-cü suala keçirik. Hansı rəyi konstruktiv saya bilmərik? Müəllimlər, ümumiyyətlə, konstruktiv rəylər qiymətləndirmədə çox vacib bir başlıqdır. MİQ-də də sertifikasiyada düşür. Hətta müsahibə mərhələsində xüsusilə də soruşurlar. Bizdən konstruktiv saya bilmərik, yəni destruktiv rəyi istəyir. Mətndəki hadisələri müasir həyatla əhatəli şəkildə əlaqələndirmirsən, lakin yekun hissədə daha çox öz mövqeyindən çıxış etmirsən. Yəni belə deyək də, bizdən istəyir ki, hansı rəy konstruktiv ola bilməz. Müəllimlər, A variantı konstruktivdir. Bəlkə də bu sualı səhv edənlər bu dəqiqə məni dinləyirlər. Deyə bilərlər ki, müəllim, bəs burada səhvi dedi, bəs düzəltmək üçün niyə şagirdə istiqamət vermədi? Təbii ki, bilirsiniz, rəylərin mahiyyət olaraq və daşıdığı məqsəd olaraq bir sıra özəllikləri var.
Yəni burada müəllim şagirdi bir növ agah edir, səhvindən agah edir. Düzdür, korreksiya da edə bilər. Korreksiya edici rəy də ola bilər. Müəllim baxın burada deyir, mətndəki hadisələri müasir həyatla əhatəli şəkildə əlaqələndirmirsən, lakin yekun hissədə daha çox öz mövqeyindən çıxış etmirsən. İndi müəllim bu rəyi davam da elətdirə bilər və yaxud şagirdin nəzərinə səhvi də çatdıra bilər. Burada müəllim şagirdin nəzərinə sadəcə səhvi çatdırır. Sonra ikincidə deyir ki, şərti işarələri bilmədiyi üçün xəritədə təbii ehtiyatların harada yayıldığını doğru qeyd etməmisən. Həmin işarələri öyrən. Bu da konstruktivdir. Burada səhvi də deyir və şagirdə işarələri öyrənməyi də tövsiyə edir. Görürsünüz? Bu da doğru rəydir. Yəni bilirsiniz müəllimlər, rəylər adətən məsələn uzun olur, əhatəli olur. Əhatəli rəylərdə açıq-aşkar müəllim hər şeyi belə deyək də təsvir edir. Amma bu həm də real dərs şəraitində biz baxanda, real dərs şəraitində heç də uzun rəy vermir axı müəllim. Və orta məktəb dövrünü yadınıza salın. Bəzən müəllimin bir sözü belə bizə bir istiqamətdir. Müəllimin bir xatırlatması belə, bir qaydanı deməsi belə, bir düsturu yadımıza salması belə bir istiqamətdir. Yəni rəy elə formal olaraq, şablon olaraq böyük, iri mətinli olmamalıdır ki, özünüz bir real dərs şəraitini düşünün. Görürsünüz? Bu da konstruktivdir, B də konstruktivdir. Bəli, səhvi də deyir, həm də o səhvi aradan qaldırmaq üçün işarələri öyrənməlisən. Burada destruktiv rəy C variantı olacaq. Müəllimlər 13-cü sualda deyir, yazında bir neçə qrammatik səhvə yol vermisən və çalış bir də olmasın, səhvlərini də özün tapıb düzəldərsən. Yəni, burada müəllim şagirdə deyir ki, bir neçə qrammatik səhvə yol vermisən. Heç o səhvlərin harada olduğunu demir. Yəni, bu ümumi rəydir. Ümumi rəydə təbii ki, destruktiv olacaq. Konstruktiv ola bilməz. Çünki konstruktiv rəy spesifik olur. Çalış bir də olmasın. Yəni, uşağa deyə bilməzsən, bir də etmə, bir də səhv etmə. Bir də səhv etməmək üçün nəyi necə etməlidir, onu deməlisən. Səhvlərini də deyir, özün taparsan, düzəldərsən. Yəni, bu bir növ məsuliyyəti öz üzərindən atıb şagirdin üzərinə yükləyir. Və ona səhvini də demir. Get özün tap deyir. Absurddur, destruktiv rəydir. C variantıdır. Həndəsi fiqurların şəklini doğru çəkirsən, problem onlar üzərində hesablamaların aparılmasındadır. Bunu zamanla aradan qaldırmalıyıq. Bu da konstruktiv rəydir. Müəllim şagirdə nəyi doğru etdiyini deyir və harada səhv etdiyini də deyir. Problem onlar üzərində, yəni həndəsi fiqurlar üzərində hesablamalardadır və bunu zamanla aradan qaldırmalıyıq, həm də dəstək olur. Hava üzərində apardığım müşahidələri yüksək qiymətləndirirəm, amma arxayın olmaq olmaz. Hələ çox işləməlisən. Bu da konstruktiv rəydir. Yəni, şagirdin doğru fəaliyyətini müəllim yüksək qiymətləndirir. Yüksək qiymətləndirirəm şəxsiyyətə yönəlik deyil. Müşahidəyə yönəlikdir, müşahidə aparmağa yönəlikdir. Yəni, bu da fəaliyyətdir də müşahidə aparmaq. Amma arxayın olmaq olmaz, təbii ki, hələ çox işləməlisən. Destruktiv rəy bu sualda dediyimiz kimi 13-cü sualda C variantıdır. 14-cü suala baxırıq. Bu da proqrama yeni əlavə edilmiş mövzulardan biridir. Verilmiş əlamətlərlə süni intellekt proqramlarını müvafiq şəkildə uyğunlaşdırın, deyir məhz 14-cü sualda. Müəllimlər, burada doğru cavab A variantı olacaq. Google Classroom, Kahoot və Quizzes. Deyir, şagirdlərin tapşırıqları yerinə yetirmə statusunu izləməyi, onlara real vaxtda rəylər yazmağı və qiymətləndirmə siyahılarını asanlıqla idarə etməyi təmin edir. Ümumiyyətlə, bu süni intellekt proqramları arasında, yəni burada proqramda olan, bu çərçivə sənədində olan 5 süni intellekt proqramından təlim prosesini uğurlu təşkil etmək üçün ən uğurlusu elə Classroom-dur, Google Classroom-dur. Yəni, Google Classroom-da bir növ sən dərsi reallıqda necə keçirsənsə, təşkil edirsənsə, planlaşdırırsansa, burada da elə edirsən. Və burada baxın, deyir, şagirdlərin tapşırıqları yerinə yetirmə statusunu izləyir müəllim, onlara real vaxtda rəylər yazmağı, qiymətləndirmə siyahılarını asanlıqla idarə etməyi təmin edir. Birinci Google Classroom-dur, ikinci Kahoot olacaq. Deyir ki, tədris prosesini oyunlaşdıraraq tələbələr üçün interaktiv və rəqabətli viktorinalar, yəni testlər keçirməyə imkan verir. Ümumiyyətlə, bu interaktiv, əyləncəli, maraqlı xüsusilə də Kahoot-da idi və Kahoot-da müəllimin nəzarəti daha çox idi, müəllim başladırdı və yekunlaşdırırdı. Axırıncı da, üçüncü də Quizzes-dir. Deyir, həm sinifdə canlı oyun, həm də ev tapşırığı formatında istifadə edilə bilən geniş və hazır test kitabxanasına malikdir. Müəllimlər, Quizzes-dən Kahoot-un oxşar cəhəti çoxdur. Çünki bunların hər ikisində test istifadə edirsən, amma fərq ondan ibarətdir ki, Quizzes daha sürətlidir və müəllimin nəzarəti daha çoxdur. Üzr istəyirəm, Kahoot. Kahoot daha sürətlidir, əyləncəlidir və müəllimin nəzarəti Kahoot-da çoxdur. Quizzes-də
Quizizdə bax deyir evdə də işləyə bilərik. Yəni evdə işləyirsənsə artıq burada müəllimin nəzarəti demək olar ki, önəmli deyil. Quiziz həm də mənə istənilən vaxt bu testi işləyə bilərəm, belə deyək də üstünlüyü verir, imkanı verir. Ona görə də hə 3-cü Quizizə uyğun gəlir. Doğru cavab A variantıdır. Google Classroom, Kahoot və Quiziz. Daniel Goleman emosional intellekt nəzəriyyəsi çox önəmli bir dərsdir. Onunla bağlı 15-ci sual gəlir. Müəllim uşaqlara deyir ki, uşaqlar, eyni sinifdə oxuyursunuz. Siz gərək bir-birinizi sona qədər dinləyə, səbir nümayiş etdirə və hörmət edəsiniz. Müəllimin bu fikirləri emosional intellekt nəzəriyyəsinin hansı mərhələsinə uyğun gəlir? Yəni müəllim hansı mərhələni burada bir növ şagirdlərdə aşılamış olur və ya inkişaf elətdirməyə çalışır? Doğru cavab bu sualda, 15-ci sualda D variantı münasibətlərin idarə olunması olacaq. Müəllimlər, bəlkə də kimsə bunu motivasiya ilə səhv salıb, amma burada müəllim uşaqları motivə etmir. Müəllim şagirdlərə sosial bacarıqları aşılayır. Baxın, eyni sinifdə oxuyursunuz, yəni bir kollektivsiz, bir sosial ortamdır. Siz gərək bir-birinizi sona qədər dinləyəsiniz. Baxın, bu sosial bacarıqdır, dinləmə. Sonra səbir nümayiş etdirə və hörmət edəsiniz. Yenə də sosial bir yanaşmanı müəllim təbliğ edir. Burada şagird-şagird münasibətlərini müəllim ələ alır və onu bir növ şagirdlərə aşılamış olur. Bu motivasiya ediləsi bir şey yoxdur burada. Yəni motivasiya adətən tapşırıqların icrası zamanı olur. Burada heç tapşırığın icrasından da söhbət getmir. Doğru cavab D variantı münasibətlərin idarə olunması. Ziya yayda yağan yağışı qışdakı yağışdan fərqləndirməyi artıq bacarırsa, orada artıq sözü həqiqətən də önəmli bir ipucudur. Əqli inkişafın hansı mərhələsində sayılır? Müəllimlər, 16-cı və ya sizdə 56-cı sualda C variantı konkret əməli olacaq. Jean Piaget'in əqli inkişaf nəzəriyyəsinə görə bu 6 yaşdan yuxarı uşaqların 6-11 yaş arası, 7-12 yaş arası uşaqlara aiddir. Yəni 3-cü mərhələdir. Bilirsiniz müəllimlər, bəlkə də kimsə buna formal yazıb. Düşünə bilərsiniz ki, müəllim, bəs formalda olan uşaq yay yağışına, qış yağışını fərqləndirə bilmir. Fərqləndirir, amma o bizə, yəni həmin insanlara məsələn biz formal əməldəyik, biz yay yağışına, qış yağışını çox rahat fərqləndiririk. Bu bizim üçün belə deyək də bir çətin tapşırıq deyil, çətin bir mövzu deyil, çətin məsələ deyil. Heç mən bu o qədər adi bir şeydir ki, mən buna heç fikir vermirəm. Bunun fərqində olmuram. Çünki primitiv gəlir. Formal əməli daha mürəkkəb, deyək ki, məsələlərdə mühakimə yürütməkdir. Yay yağışına, qış yağışı belə loril də desə uşaq səviyyəli bir şeydir. Bunu uşaq daha çox fərqləndirəndə sevinə bilər. Ümumiyyətlə, həm də ki, Piaget'də burada məsələ mahiyyəti bilirsiniz nədir? Jean Piaget'in əqli inkişaf nəzəriyyəsində 3-cü mərhələdə, konkret əməldə uşaqlar məntiqi mühakimələr yürüdürlər. Burada artıq sözü də var. Yəni artıq bacarırsa, yəni bunu yeni öyrənib. Amma formal əməldə olan insan onsuz da bunu fərqləndirirdi də. Yəni bunu artıq yeni öyrənməmişəm axı. Yəni biz hər birimiz bu yaşa çatmışıq, indi bilirik ki, yay yağışına, qış yağışı fərqlidir. Biz bunu deyilə özümüz də 6, 7, 8-ci yaşlarda sinif deyirdim ha. 6, 7, 8 yaşında olanda bunu biz fərqləndirirdik də. Məsələn, qışda yağış uzun müddətli olur, yayda isə əksinə qısa müddətli olur, yay yağışından sonra günəş çıxır. Yəni bunu uşaq olanda biz fərqinə varırıq da. İndi bizim üçün bu elə də önəmli deyil. Yəni biz bunu indi kəşf eləməmişik. Burada kəşf etmək, təsnif etmək, fərqləndirmək konkret əməldədir. C variantı. Şəxsiyyətin formalaşması dövrlərlə bağlıdır. Musa sinif yoldaşına kömək etmir. O kömək istəyən Nurlana bunun səbəbi kimi müəllimdən çəkindiyini söyləyir. Musa şəxsiyyətin inkişaf mərhələlərindən hansı birinə uyğun gəlir? Burada bir qorxu faktoru var. Lawrence Kohlbergdə məsələn bu itaət və cəzaya uyğun gəlir, aşağı mərhələdir. Müəllimlər, burada ənənələrlə ayaqlaşma 17-ci sualda C variantı olacaq. Ənənələrlə ayaqlaşma, çünki qorxu faktoru var burada. Ənənələrlə ayaqlaşma dövründə olan insanlar, uşaqlar belə deyək də, bir davranışı edəndə o davranışın necə nəticələnəcəyini bir növ düşünürlər. Məsələn üçün, balaca uşaq anası evdə deyil, amma kompüterlə oynamaq istəyir, amma anası ona qadağa qoyub ki, mən icazə verməmiş kompüterlə oynama və ya telefonla oynama. Uşaq götürüb oynamaq istəyir, amma düşünür ki, ana gələr görər və onu cəzalandırar. Görürsünüz, bir qorxu faktoru var. Eyni də burada uşaq kömək eləmək istəyir, amma müəllimdən çəkinir. Deyir ki, müəllimdən çəkindiyini səbəb olaraq söyləyir. Yəni, ənənələrlə ayaqlaşma bir növ, bu real həyatda biz bunu daha geniş anlamda necə izah edə bilərik? Məsəl üçün, bir insan bir davranış nümayiş elətdirmək istəyir, amma deyir ki, bu bizim mədəniyyətə, mental dəyərlərə, adətlərə ziddir. Mən bunu etmir. Mən bunu etsəm, ailəm və ya çevrəm məni mühakimə edər. Ənənələrlə ayaqlaşır.
İndi bu daha ali səviyyədə, üst səviyyədə insanlara aiddir. Amma uşaqların səviyyəsində də bu ənənələrlə ayarlaşma məhz belə olur. Gördünüz? C variantı. Coğrafiya dərsində uşaqlar dünya ölkələrinin turizm imkanları, ən çox turist qəbul edən ölkələrin gəlirləri və inkişaf perspektivləri ilə bağlı proqnozlar verirlər. Qarnerin çoxnövlü intellekt nəzəriyyəsinə görə hansı intellektdə olan uşaqlar üçün dərs daha maraqlı olar, müəllimlər? Yəqin ki, 18-ci sualda səhv edənlər var. Ümumiyyətlə, biz sualları qoyanda müəyyən qədər çaşdırıcı qoyuruq. Çünki ilin elə bir dövrüdür ki, burada primitiv sual qoymaq məncə uyğun olmazdı. Yəni, çox sadə bir şey ki, məsəl üçün, bu sualı oxuyan kimi yəqin naturalist götürənlər var. Naturalist buna səthi yanaşanlar götürəcək. Amma buna daha dərin, məntiqli yanaşanlar biləcək ki, bu riyazi məntiqdir, B variantıdır, müəllimlər. Burada təbiəti sevgidən, təbiəti qorumaqdan söhbət getmir. Siz sualı algılamalısınız, yəni sualı başa düşməlisiniz, tutmalısınız. Bax, bu 18-ci sualın mətninin verdiyi məna, sən təhlil edib, dəyərləndirmə edib, proqnoz verirsən. Burada təbiətə sevgidən, təbiətə qarşı həssaslıqdan söhbət getmir. Heç ümumiyyətlə, burada belə deyək də, yanaşmaya fikir versəz, təbiətə qarşı həssaslıq görmürəm mən. Burada sadəcə riyazi təhlil, məntiqi olaraq analizlər və yaxud da ki, proqnozlar verirsən. Və deyir ki, uşaqlar dünya ölkələrinin turizm imkanları, ən çox turist qəbul edən ölkələrin gəlirləri və inkişaf perspektivlərlə bağlı proqnoz verirlər. Yəni, mən durub bir müqayisə aparıram ki, hansı ölkələrin turizm potensialı yüksəkdir. Məsəl üçün, Yunanistandır, İspaniyadır, İtaliyadır və ya Türkiyədir və ya deyək ki, İndoneziyadır, Taylanddır, görürsünüz, və ya Fransadır. Mən bunu bir müqayisə edirəm. Burada müqayisələr xüsusilə də məntiqi müqayisələrdir. Ən çox turist qəbul edən ölkələr və onların inkişaf perspektivi. Yəni, burada riyazi məntiq daha çox rol oynayır. Bir də bir şeyi başa düşün ki, müəllimlər, insan bir tapşırığı icra edəndə və yaxud da bu Qarnerin çoxnövlü intellekt nəzəriyyəsində, onda təkcə bir dənə intellekt olmalıdır deyilən bir şey də yoxdur. Bir neçəsi ola bilər hətta. Amma ən qabarıq olanı götürürük. Baxın, biz tələbələrə həqiqətən də dərslərdə hər şeyi incəliklə izah edirik. Məsəl üçün, tutaq ki, mən deyirəm ki, rəssam qəşəng bir rəsm əsəri çəkir. Hansı intellektdə olar? Dərhal hamınız deyərsiniz ki, vizual məkan. Rəssamdır da rəsm çəkir. Bəli, düzdür, vizual məkandır. Amma mən desəm ki, orada həm də riyazi məntiq var, sizə bəlkə də qəribə gələr. Amma özünüz bir məntiqlə düşünün. Rəsm əsəri çəkən rəssamın sizcə məntiqi olmaz? Sizcə o rəssam o şəkil üzərində təhlillər, dəyərləndirmələr aparmaz, ölçüb biçməz? Əksinə, çoxlu orada ölçüb biçmə işləri aparır rəssam. Hansı hissəni necə çəkib, formanı. Məsələn, mən durub bir şəkil çəkə bilmərəm, hamısını eybəzər çəkərəm. Xüsusilə də əgər insan şəkli çəkirəmsə. Çünki mən onu təhlil edib dəyərləndirə bilmirəm rəssam kimi. Müəllimlər, demək istəyirəm ki, bir işi icra edəndə, məsələn, futbolçu, futbol oynayır. Hansı intellektdə olar? Qəşəng futbol oynayır. Məsəl üçün, Messi, Ronaldo, nə bilim, digərləri. Bunlar futbol oynayırlar. Hansı intellektdədir? Bədən kinestetik deyəcəksiniz. Bəli, doğrudur. Amma mən deyirəm ki, burada vizual məkan da rol oynayır, riyazi məntiqdə. Çünki futbol oynayanda sən bir məkanı, yəni ərazini, sahəni, mövqeni yaxşı görməlisən, ora ötürmə edəsən və ya ora qaçasan. Görürsünüz, müəllimlər? Ya, bu cür tələbəyə bunu izah eləmək lazımdır ki, bir işi görəndə mütləq deyil, ancaq biri olsun. Bir neçəsi ola bilər. Amma qabarıq, üzə çıxanı daha götürürük biz. Eyni də bu sualda. Burada üzə çıxan riyazi məntiqdir. Doğru cavab B variantıdır. Prosedurların olmasına baxmayaraq şagird tez-tez yerindən növbəsiz danışır və bu zaman müəllim nə etməlidir? Sadə bir sinifin idarə olunmasına bağlı nəzəri sualdır bu. Yəni, kiçik bir situasiya deyə bilərik əslində. Amma daha çox nəzəriyyə üzərində qurulur. Müəllimlər, bu sualda ada deyir ki, prosedurları dəfələrlə xatırlatmalıdır. Yox. Yəni, bu uşaq əgər tez-tez növbəsiz danışırsa yerindən, buna dəfələrlə xatırlatmaq mənasızdır. 2-də deyir, belə deyir ki, prosedurları pozduğu üçün şagirdi cəzalandırmalıdır. Müəllimlər, prosedurları pozduğu üçün cəza olmur. Cəza qaydaları pozduğu üçündür. Bəs əgər proseduru pozursa nə etməliyik? Qayda qoymalıyıq. Qaydanı da pozarsa, onda cəza gələr. Sonra C-də nədir? A ilə B yanlışdır. Bizdən doğru olanı istəyir. Yəni, müəllim nə etməlidir? C-də deyir ki, qaydaları pozduğu üçün şagirdi sinifdən kənarlaşdırmalıdır. Yox, ümumiyyətlə, burada qaydaları pozmur. Sualın şərtində də deyir ki, prosedurları tez-tez pozur. Prosedurların olmasına baxmayaraq tez-tez yerindən danışır. Yəni, qaydalar ümumiyyətlə məntiqsizdir. Burada qaydadan söhbət getmir axı.
Yəni qaydaları pozmur. Bu uşaq proseduru pozub. Ona görə ümumiyyətlə şagirdi sinifdən kənarlaşdırmaq ümumiyyətlə yanlışdır. Lap qaydanı pozsa belə sinifdən kənarlaşdırmaq yanlışdır. A, B, C yanlışdır. Doğru cavab D variantı olacaq 59-cu sualda və ya burada 19-cu sualda. Müvafiq qaydalar qoymalıdır. Düzdür, müəllimlər, indi dedim, bayaqki sualda B variantını izah edəndə də dedim ki, prosedurlar əgər tez-tez pozulursa, müvafiq qaydalar davranışla bağlı, yəni yerindən danışır, bununla bağlı müvafiq qaydalar qoyulmalıdır. Əgər qaydalar da pozularsa, onda artıq müəllim cəza tədbirləri görə bilər. Cəza da fiziki cəza deyil təbii ki. Və ya məhdudiyyətlər, məhrumiyyətlər və ya valideynlə söhbət ola bilər. Şikayət deyək də belə. Müəllimlər, D variantı doğrudur. Prosedurları dəyişməlidir? Yox. Niyə prosedurları dəyişsin ki? Bir şagird proseduru pozursa, mən durub bunu niyə dəyişməliyəm? Prosedur bir şagirdə aid olmur, axı sinifə aid olur. Həm də bir işin icrasıdır. Niyə mən işin icrasını dəyişməliyəm ki? Bir davranış məsələsidir. Y variantı yanlışdır. Doğru dedi. Bəli, dedim. 20-ci sualda bir situasiya gəlir, bizə təqdim edir. Riyaziyyat müəllimi sinifdə yeni dərsi izah edərkən bir şagird mövzu ilə bağlı internetdən tapdığı tamamilə fərqli və daha praktiki bir həll üsulunu hamının qarşısında nümayiş elətdirdi. Müəllim bu gözlənilməz alternativ metodu vaxtında qavraya bilmədiyi üçün, yəni həmin anda çaşqınlıq yaşadı və şagirdin arqumentini əsassız şəkildə rədd edərək dərhal mövzunu dəyişməyə çalışdı. Və bu bir çox müəllimlərin çətin vəziyyətlərdə etdiyi yanlış davranışdır. Burada müəllimin yanlış davranışı var. Yəni uşaq gedib internetdən axtarıb, araşdırıb, tapıb nəyisə sənə göstərir. Amma sən həmin anda onu algılaya bilmirsən. Sən bir riyaziyyat müəllimisən. Onu tuta bilərsən, amma həmin anda tuta bilmirsən də. İndi insandır da müəllim nə olsun? Həmin anda qavraya bilmir, vaxtı azdır. Müəllim bunu əsassız sayır, rədd edir və mövzunu ört-basdır eləmək istəyir. Bu yanaşma sinifdə müəllimin həm peşəkar nüfuzunu sarsıdır, həm də şagirdlərlə arasında soyuq bir gərginlik yaratdı. Deyir, bu situasiya ilə bağlı hansı fikir yanlışdır? Yəni, biz situasiya kifayət qədər anlaşılandır. Bu situasiya ilə bağlı yanlış olanı bizdən istəyir ki, yəni burada nə yanlışdır? Gəlin baxaq. Yəni, pedaqoji mühakimə yürüdür. Ada deyir ki, müəllim şagirdin təklif etdiyi alternativ həll üsulunu dərhal rədd etməsi, onun yeniliklərə qapalı olduğunu göstərməklə yanaşı sinifdə fərqli və tənqidi düşüncənin inkişafını fərqində olmadan məhdudlaşdırır. Düzdür müəllimlər. Bu müəllim təşəbbüskar deyil, yeniliklərə açıq deyil. Müəllim deyə bilərdi ki, bəli, bu həll yolu da var və ya ola bilər, bunu gəlin araşdıraq, gəlin maraqlıdır. Müəllim belə bir peşəkar yanaşma ortaya qoymalıdır. Yoxdur, belə bir şey yoxdur, sən internetdən tapmısan, səhvdir, mən öyrətdiyimi yadda saxla, avtoritar yanaşma olar. A variantı doğru bir pedaqoji mühakimədir. Anı biz yanlış kimi dəyərləndirə bilmərik. Anı çıxdıq, bizdən yanlışı istəyir. B-yə baxaq. Şagirdin dərs zamanı internetdən tapdığı praktiki metodu nümayiş etdirməsi müasir təhsildə informasiya resurslarının əlçatanlığının müəllimin subyektiv bilik üstünlüyünü necə sürətlə balanslaşdırdığını sübut edir. Bu da doğrudur, müəllimlər. Yəni, məsələ nədən ibarətdir? Yəni, istənilən sahə çox sürətlə inkişaf edir. Lap olsun riyaziyyat. O qədər, məsəl üçün, Çinlilərin riyazi həlləri var ki, tutar ki, uşaq gedib onu götürüb. Yəni, daha praktik, daha qısa müddətdə həldir. Görürsünüz, yəni, müəllimin subyektiv biliyini, üstünlüyünü necə sürətlə balanslaşdırdığını sübut edir. Yəni, sən müəllimsən, bəli, sən şagirddən çox bilirsən. Amma şagird gedib elə bir fakt tapa bilər ki, internetdən. O, sənin biliyinlə gəlib, yəni, bildiyinlə bərabər tutula bilər. Yəni, sənin öyrəndiyinlə bərabər tutula bilər. Onu demək istəyir, balanslaşdırdığını sübut edir. Düzdür də? Bəli, mən müəlliməm, mən daha çox bilirəm. Amma şagird elə bir fakt tapıb gətirə bilər ki, orada məni bir növ biliyimlə o faktı üst-üstə qarşı-qarşıya qoya bilər. Görürsünüz müəllimlər, doğrudur, bu da doğrudur. Burada yanlış olan C variantı olacaq. Deyir ki, müəllimin bu situasiyadakı davranışı onun qeyri-peşəkar olduğunu göstərir. Peşəkar müəllim belə məqamlarda daha səmimi davranmalı, yəni etiraf eləməli. Yeni həll yolunu özü də araşdırmalı və bu məqamda şagirdlərin səhvləri üzərində işləməlidir. Baxın, bu həqiqətən də çaşdırıcıdır. Mən bunu xüsusilə də yanlışı belə çaşdırıcı qoymuşam. C variantı bəli, yanlışdır. Sualın da cavabı budur, C variantıdır. C variantında hər şey yaxşı gedir axırıncı cümləyə qədər. Məsəl üçün, əvvəli doğrudur, qeyri-peşəkardır, peşəkar müəllim daha səmimi olmalı idi, yeni həll yolunu araşdırmalı idi. Bura qədər doğru gəlir. Amma bundan sonra deyir, bu məqamda şagirdlərin səhvləri üzərində işləməlidir. Müəllimlər, situasiyaya qayıdaq. Situasiyada şagirdlərin səhvləri yoxdur axı. Yəni, burada bir səhv olduğunu biz görmürük və ya verməmişik. Təbii ki, mən bu sualları yazanda xüsusilə də bunların üzərində həssas olaraq işləyirəm.
Bu situasiyanın şərtinə bir də baxaq. Burada şagirdlərin səhvi yoxdur. Sadəcə bir şagird gedib internetdən doğru praktik həll yolu tapıb və onu müəllimə təqdim edir. Müəllim də bunu qəbul eləmir. Yəni burada şagirdlərin səhvi yoxdur. Zaten uşağın tapdığı həll yolu belə özü belə doğrudur. Hələ bunu bir şagird edir. Yəni mən durub C variantında qeyd etdiyi kimi durub deyirəm ki, bu məqamda şagirdlərin səhvləri üzərində işləməlidir. Hansı səhv? Hansı şagirdlər? Orada bir şagird doğru həll tapıb gətirib. Görürsünüz, adekvat deyil. Yanlışdır. Biz belə suallar çox işlədirik. Tələbələrimiz bilir. C variantıdır. Düşünə bilərsiniz ki, müəllim, bu belə şey olurmu ki, bir hissəsi doğru gəlir, bir hissəsi yanlış? Bəli, elə MİQ-də ən çox bu tələbələri çaşdırır da, sertifikasiyada da. Yəni çaşdırmaq üçün doğruları verib, axırda bir dənə yanlış atır. Və ya əvvəldə bir yanlış verib, sonradan doğru verir ki, tələbə çaşsın. Da hamısını başdan ayağa doğru versə, o sualı tapmaq rahat olar axı. Və ya yanlış versə. C variantı olacaq. D-də nə deyir? Müəllimin öz çaşqınlığını gizlətmək üçün mövzunu tələsik dəyişməsi onun böhran anlarında emosional intellektini və sinifi idarə etmə mexanizmlərini effektiv idarə edə bilmədiyini, yəni edə bilmədiyinin göstəricisidir. Düzdür. Həqiqətən də düzdür. Yəni burada müəllim bir növ gərginlik yaşayır. Emosional olaraq onu dərhal uşaqlara hiss elətdirir reaksiyası ilə. Həm də ki, söhbəti fırlatması sinifi idarə etmə mexanizmlərinin də zəif olduğunu göstərir. İndi düşünə bilərsiniz ki, müəllim burada sinifi idarə etmədən bir söhbət gedirmi? Bəli, gedir. Çünki sualın şərtinə biz fokuslansaq, burada bir həm də öyrənmə mühitinin idarə olunmasından söhbət gedir. Sinifi idarə etmə təkcə davranış olaraq idarə etmə deyil, həm də öyrənmə mühitini idarə etmədir. Yəni dərsi təşkil edirsən, öyrənməni təşkil edirsən və onu yürüdürsən, yəni idarə edirsən. D də doğrudur. Y-də nə deyir? Y-də deyir ki, bu situasiyada pedaqoqun, yəni müəllimin fərqli yanaşmaya qarşı nümayiş etdirdiyi müdafiə reaksiyası dərsin subyekt-obyekt, yəni müəllim-şagird münasibətləri çərçivəsində sıxılıb qalmasına və bərabər hüquqlu öyrənmə mühitinin zədələnməsinə yol açır. Düzdür, müasir təlim biz demişdik ki, subyekt xarakteri daşıyır. Yəni müəllim subyekti öz vəzifəsi var, şagird subyektinin də öz vəzifəsi var. Amma burada müəllim artıq ənənəvi dərs modeli üzərindən yanaşır. Yəni obyekt-subyekt xarakteri daşıyır burada. Daha doğrusu subyekt-obyekt xarakteri daşımasını biz burada görürük və bu çərçivədə sıxılıb qaldığını və bərabər hüquqlu öyrənmə mühitinin zədələndiyini. Yəni uşaq da nəsə öyrənə bilər də, uşaq da internetdə nəsə araşdırıb tapa bilər də. Düzdür, sən müəllimsən, sən daha yaxşı bilirsən, sən nəzarət eləməlisən. Amma uşağın tapdığı əgər doğrudursa, mən niyə onu qəbullanmayım ki? Niyə onu rədd edim ki? Onda burada bərabər hüquqlu öyrənməni sən pozursan axı. Y də doğrudur. Yanlış olan dedi ki, burada elə C variantıdır.